İşdən iş çıxarırıq. Nərmin Aşurzadə ilə idarə etmənin əsasları başlayır. Salam, hər vaxtınız xeyir olsun. Bugünkü qonağımız Azərbaycan Dövlət Reklam Agentliyinin mətbuat katibi Hüseyn Azəridir. Biz Hüseyn bəylə birlikdə açıq məkan reklamları haqqında danışacağıq və müzakirəmizə hər kəs qoşula bilər. Bunun üçün telefon nömrələrimiz də açıqdır. İşinizi asanlaşdırmaq üçün telefon 012 404 11 22. Hüseyn bəy, necəsiz? Çox sağ olun, yaxşı olun. Siz necəsiniz Əlim xanım? Mən də yaxşıyam və bilmək istəyirəm ki, biz açıq məkan reklamları deyəndə nədən, yəni söhbət edəcəyik daha çox? Söhbət nədən gedir? Ümumiyyətlə, açıq məkan reklam deyəndə, reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında, divarlarında, hasarlarında, dam örtüklərində bayra ünvanlanmaqla qapıların, pəncərələrin, pəncərə altlıqlarının, vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərdə, hava şarlarının, aristokrat və diribajların üzərində yerləşdirildiyi halda bu açıq məkanda reklam hesab olunur. Evdən çıxırıq, çöldə nə görürsə, gedib ünvana çatana qədər. Metronun altı da o metro keçidləri. Metrodakı reklamlara metronun özü baxır. Hə, o ayrıdır. Məsələn, avtomobillərin üzərindəki reklamlara da biz baxmırıq. Buna dövlət yol polisi baxır. Yəni açıq məkanda reklam deyəndə indi mən o qanunvericilikdən sizə o hissəni dedim. Həmin yerlərdə reklam yerləşdirdikdə bu açıq məkanda reklam hesab olunur. Avtomobil niyə ayrı olur? Yəni metronu anladım. Çünki deyim sizə onun səbəbini. Ümumiyyətlə açıq məkanda reklama görə dövlət rüsumu və yayım haqqı necə hesablanır? Konkret məkana görə, zonaya görə, hansı ünvanda yerləşir? Yəni bu stabil olduqda buna uyğun yayım haqqı və dövlət rüsumu hesablanır. Təbii ki, burada qurğunun növü də əhəmiyyət kəsb edir, onun ölçüləri də. Amma avtomobil bir yerdə dayanmır. Bu statik deyil, yəni hərəkətdə olduğu üçün bunun üçün dövlət rüsumu və yayım haqqı biz tərəfdən hesablana bilmir. Hayır, mən də onun üçün nə qədər suallar hazırlamışdım avtomobil reklamları ilə bağlı. İnşallah ki, dövlət yol polisindən bir nümayəndə dəvət eləyərsə sualları ünvanlayarız. Növbəti efirlərimizdə vaxtı danışarıq. Amma ümumiyyətlə açıq hava reklamı bugün nə qədər aktualdır? İndi sosial medianın çıxması filan, hətta bəzən deyirlər ki, artıq ənənəvi o üsullar, ənənəvi marketinq də o qədər də aktual deyil ki, artıq sosial media var və hər kəs orada edir. Yox, mən sizə deyim ki, açıq məkan reklamları aktualdır. Bunu nəyə əsasən deyirəm? İl ərzində, yəni hər növbəti ildə açıq məkanda reklam yerləşdirmək istəyən sahibkarların sayında daim artım müşahidə olunur. Yəni istənilən şəxs obyekti açarkən təbii ki, istəyir ki, həmin obyektin üzərində onun reklamı olsun, müştəri cəlb eləsin. Bu baxımdan açıq məkandakı reklamlar heç vaxt aktuallığını itirmir. Baxmayaraq ki, təbii ki, sosial şəbəkələrdə də reklamlar yerləşdirilir, televiziya reklamları var, radio reklamları var. Yox, bir var ki, sən bir məkan açırsan və onun üzərində adını yazırsan, o başqa. Bir də var ki, məsələn, küçənin hər hansısa bir nöqtəsində bannerlər filan yerləşdirilir də, məsələn, orada sənin reklamın görünsün. Bunu daha çox nəzərdə tuturdum ki, bu da maraqlıdır indi. Təbii ki, maraqlıdır. Ümumiyyətlə, açıq məkanda gördüyünüz həmin o reklam qurğuları Dövlət Reklam Agentliyinə məxsus deyil. Bunlar ayrı-ayrı sahibkarlara məxsusdur, onların əmlaklarıdır. Amma onlar həmin monitorlarda, billboardlarda reklam yerləşdirərkən həm yerləşdiriləcək reklamın eskizini bizə göndərir, bizdən icazə alır. İcazə verildikdən sonra həmin qurğularda reklam yerləşdirilə bilir. Təbii ki, burada baxılır ki, qanunun tələbləri pozulmasın, dil normalarına riayət olunsun. Amma ki, onlara da tələbat olmasaydı, təbii ki, onlar işləyə bilməzdi. Amma sahibkarlar da həmin qurğuların yerləşdirilməsində maraqlıdırlar. İş dünyası ilə bağlı aktual söhbətlər, faydalı məsləhətlər, maraqlı qonaqlarla müzakirələr İctimai Radioda. Nərmin Aşurzadə ilə idarə etmənin əsasları başlayır. Açıq məkan reklamları haqqında danışırıq. Həm söhbətim isə Azərbaycan Dövlət Reklam Agentliyinin mətbuat katibi Hüseyn Azəridir. Və soruşmaq istəyirəm ki, Hüseyn bəy, bir insan, sahibkar, əgər açıq havada reklam yerləşdirmək istəyirsə, nədən başlamalıdır, nə etməlidir, necə müraciət etməlidir?
Ümumiyyətlə sahibkarlar açıq məkanda reklamı yerləşdirməzdən əvvəl aidiyyatı dövlət orqanından, yəni indiki halda Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyindən icazə almalıdırlar. Bu qanunun tələbidir. Amma əslində bu bizim yaralı yerimizdir. Bir çox hallarda olur ki, sahibkarlar obyekti açırlar, onun üzərinə reklamı vururlar. Sonra bizim müfəttişlər gəlir, deyir ki, bəs bu düzgün vurulmayıb, burada qanun pozuntusu var və bununla da əslində sahibkar 2 qat xərcə düşmüş olur. O yenidən həmin reklamını dəyişdirməlidir, sifariş verməlidir, yeni reklam vurmalıdır. Buna görə reklamı yerləşdirməzdən əvvəl Dövlət Reklam Agentliyindən icazə alınması mütləqdir. Və icazə alınması proseduru da əslində qəliz prosedur deyil. Bunu biz sahibkarlar üçün sadələşdirmişik. Dövlət Reklam Agentliyinin onlayn icazələr sistemi var. Həmin onlayn icazələr sistemində sahibkar qeydiyyatdan keçdikdən sonra təbii ki, müvafiq sənədləri daxil etməklə, reklamın eskizini ora daxil etməklə müraciət edir və bu müraciətə 5 iş günü ərzində baxılır. Həmin eskizdə, reklamda hər hansı bir qanun pozuntusu yoxdursa, həmin halda reklamın yayımına icazə verilir. Və bundan əlavə sahibkar reklamı yerləşdirməzdən əvvəl açıq məkanda daha çox fasad reklamları ilə bağlı bizə müraciətlər olur. Bu obyektlərin üzərindəki reklamlardan söhbət gedir və o çəkəcəyi xərci də qabaqcadan hesablaya bilir. Bunun üçün Dövlət Reklam Agentliyinin rəsmi internet səhifəsi var, adra.gov.az. Orada kalkulyator bölümü var. Sahibkar həmin bölməyə girməklə, zonanı seçməklə, ərazini, hansı ərazidədir onun reklamı və reklamın növünü seçməklə, eləcə də ölçülərini seçməklə ki, bu reklam neçə kvadratdır, ona avtomatik həmin reklam üçün ödəyəcəyi dövlət rüsumu və yayım haqqını əvvəlcədən öyrənib işini planlaşdıra bilir ki, yəni onun büdcəsi imkan verirmi həmin reklamı açıq məkanda yerləşdirsin və ya xeyr. Bax deyirsiniz ki, quraşdırırlar artıq, bizə sonra gedib müfəttişlər gedir, görür və s. və orada bəzən olur ki, qanun pozuntuları olur. Bu qanun pozuntusu ən çox nə olur? Ümumiyyətlə, sənədsiz reklamın yerləşdirilməsi artıq qanun pozuntusudur, bu bir mənalı. İkincisi, daha çox dillə bağlı normalar pozulur. Qadağan olunmuş reklamlar var, hansılar ki, onları edirlər. Məsələn? Məsələn, bir çox yerlərdə bir vaxtlar daha çox idi bu, qəlyan şəkilləri görürdünüz. Yəni, bunların reklamı olmaz, qadağandır. Tündlüyü 5%-dən yuxarı olan alkoqollu içkilərdir. Və ümumiyyətlə, Nazirlər Kabinetinin qərarı var, hansı reklamların ki, yayımına icazə verilmir. Təbii ki, biz tərəfdən bütün bu məsələlərə baxılır. Yəni, sahibkar onu hardan bilə bilər ki, məsələn, bu nəyə qadağan var, onu etmək olmaz. Yəni, bir mənbə var, hardan girib baxsın? Bizim Dövlət Reklam Agentliyinin rəsmi internet səhifəsində bütün bu məlumatlar yerləşdirilib. Bundan başqa, adicə internetdə, Google-da da axtarış versələr, həmin Nazirlər Kabinetinin qərarında hansı məhsullar ki, qadağandır, onların siyasi ilə tanış ola bilirlər. Və burada qiymətlər standartdır, yəni sahəyə görə filan heç bir fərqi yoxdur. Kalkulyator deyirsiniz var, girib hesablayırlar. Qiymətlər standart deyil. Niyə standart deyil? Çünki əraziyə görə qiymət dəyişir, reklamın növünə görə qiymət dəyişir və reklamın ölçüsünə görə qiymət dəyişir. Məsələn, mərkəzdə daha bahadır açıq məkanda reklam yerləşdirmək. Təbii ki, bölgələrdə, Bakının kəndlərində ayrı-ayrı qiymətlərdir. Ən bahalı küçə bu hara sayılır? Nizami küçəsi? Təbii, Nizami küçəsidir. Bu Fəvvarələr meydanı deyilən ərazidədir. Baha deyəndə də əslində bizdə açıq məkandakı reklam yayım haqqları və dövlət rüsumu digər ölkələrlə müqayisədə xeyli aşağıdır. Çünki təsəvvür edin, Fəvvarələr meydanı kimi ən insanların gür keçdiyi və açıq məkan reklamlarını gördüyü bir yerdə reklamın 1 kvadrat metrinə görə yayım haqqı cəmi 14 manatdır. Yəni neçə müddət üçün? Aylığı. Bir aylığı 14 manatdır. 1 kvadratına. 1 kvadrat əslində balaca bir ölçü deyil. Yəni bu 2 metrənin yarım metrəyə olan bir lövhədir. Amma yəni bu reklam üçün uyğun olan küçəni seçəndə nəyə baxmaq lazımdır ki? Orada nə qədər çox adam keçirsə, əsas odur. Adətən bizdə sahibkarlar daha çox obyekti hardadır, onun üzərinə reklam olur.
Yəni onun obyekti tutalım bölgədədirsə, o gətirib şəhərdə onun reklamını yerləşdirməyəcək təbii ki. Adətən fasad reklamları kimin obyekti hardadır, hansı ünvanda yerləşir, fasad reklamları da ora vurulur. Dil normalarının pozulmasını bir neçə dəfə vurğuladınız. Bax, burada hansı səhvlər adətən müşahidə edirsiniz, nə tövsiyələr vermək istəyirsiniz, hansı normaları gözləmək lazımdır mütləq? Ümumiyyətlə, dil normaları bir çox hallarda pozulurdu. İndi bununla bağlı biz daha çox bu işin üzərinə düşmüşük və sahibkarların maarifləndirilməsi üçün Dövlət Reklam Agentliyi tərəfindən dilimizi sevək, qoruyaq və yaşadaq adlı kampaniya başlayıb və siz artıq təkcə paytaxtda deyil, bölgələrdəki reklam qurğularında, monitorlarda da bu haqda təşviqat kampaniyaları ilə tanış ola bilərsiniz. Bundan başqa Dövlət Reklam Agentliyinin sosial şəbəkələrində biz belə bir kampaniya başlamışıq ki, hansı adlar Azərbaycan dilində bunun, yəni qarşılığı varsa, niyə xarici dildə yazılsın? Məsələn, tea house yazmağa ehtiyac yoxdur. Bunu çay evi kimi qeyd edə bilərsiniz və yaxud... Sizcə bunu niyə belə eləyirlər? Yəni turistlər başa düşsün deyə xarici adlar qoyurlar? Əslində bununla bağlı biz sahibkarlarla görüşdə bu maarifləndirmə işini aparanda onlar arqument olaraq onu əsas gətirirlər ki, biz obyektimizə xarici dildə ad qoyanda müştərilərimiz daha çox olur. Və onlar bunu bununla əsaslandırırlar. Bu da ola bilsin yerli brendlərə inamı biz daha çox artırmalıyıq ki, bu vətəndaşlarımız obyekt açarkən onlara daha çox dövlət dilində adlar seçsinlər. Bilirsiniz, elektronikada bunu kimsə desə, adam necəsə anlayarkən xarici ad qoyan və ya geyimdə nəsə İtalyan brendinin adını qoyursan, ola bilər ki, yəni güvən artır. Çay evində niyə xarici ad olsun ki? Elə çay evində. Eləcə də gözəllik salonlarında beauty center yazmağa yəni gərək yoxdur. Bunu gözəllik salonunda yaza bilərlər. Amma gözəllik salonlarının sahibləri də buna əsas gətirirlər ki, xanımlarımız beauty center yazanda oranı daha qlamur yer sayıb ora müraciət edirlər. Ona görə onu bununla əsaslandırırlar. Amma qanunvericilikdə nəzərdə tutulub ki, ümumiyyətlə xarici dildən istifadə etmək olar reklamlarda. Amma bu halda ilk növbədə Azərbaycan dilində yazılmalıdır. Xarici dildə olan mətn mütləq şəkildə Azərbaycan dilində olan mətndən sonra gəlməlidir və onların ölçüləri xarici dildə olan mətnin ölçüsü Azərbaycan dilində olan mətnin ölçüsündən heç bir halda böyük ola bilməz. Yalnız o halda xarici dildə açıq məkanda reklamın yayımına icazə verilir ki, onun əmtəyi nişanı olsun. Yəni sadəcə xarici bir ad qoyursunuzsa, bu qanun pozuntusu hesab ediləcək. Bəli. Aydındır. Bəs açıq məkanlardan danışarkən siz, mən bildiyim qədərilə, həm də mağazaların vitrinləri filan da bura daxildir də, düzdür? Məsələn, o vitrinlərdə nəyin reklam olunmasına icazə yoxdur? Vitrinlərdə əgər malın özü qoyulubsa, əmtənin özü reklam hesab olunmur. Reklam onun haqqında əgər hər hansı bir məlumat verilirsə, bu halda reklam hesab olunur. Son dövrlər biz ümumiyyətlə vitrinlərdə reklamların vurulmasının əleyhinəyi daha çox vinildən istifadə edirdi sahibkarlar. Bu da vizual çirklilik yaradırdı. Və bununla bağlı Nazirlər Kabinetinin 499 sayılı qərarında dəyişiklik də edildi ki, ümumiyyətlə vitrinlərə vurulan reklamlar vitrinin sahəsinin 50%-dən çox ola bilməz. Bu məhəllə balaca marketlər üçün nəzərdə tutulur, yoxsa ümumiyyətlə? Ümumiyyətlə qanun hamı üçün qanun. Yox, demək istəyirəm, daha çox dediyiniz məqamlardan kim istifadə edirdi? Məhəllə marketləri, yoxsa böyük supermarketlərdə? Böyük supermarketlərdə istifadə edirdi. Amma son dövrlər görsəz, mən elə sizə ictimai radionun yerləşdiyi Şərifzadə küçəsini misal gətirə bilərəm. Siz artıq keçəndə görürsünüz ki, necə səliqəli vizual çirkliliklər aradan qaldırılıb, hərflər şəklindədir, reklamlar ayrı-ayrı, onların proporsiyaları, ölçüləri binanın ölçülərinə uyğun hesablanıb. Yəni bu hallara da bizim küçəyə xüsusi diqqət göstərmisiniz? Həm də. Təşəkkür edirik. Belə küçələrə bölürsünüz ümumiyyətlə. Məsələn, bu nə bilim ay ora nəzarət olacaq, o bir ay ora nəzarət. Belə bölgə olur sizdə? Mərkəzdən başlanılır adətən bütün işlər və bu proses mərhələli şəkildə təkcə Bakını yox, regionları da mərhələli şəkildə əhatə eləyir. Mən sizə məsələn onu misal gətirə bilərəm ki, bu yaxında Gəncə şəhərində, Şəki şəhərində ümumiyyətlə açıq məkan reklamları ilə bağlı çox böyük işlər görülüb. Nəzərə alsaq ki, Gəncə şəhərində, Şəki şəhərində tarixi binaların çoxluğunu, burada
sahibkarlarla danışanda onlara tövsiyələr verilib, bizim mütəxəssislər tərəfindən xüsusi eskizlər hazırlanıb. Yəni həmin binalara reklam vurarkən mütləq şəkildə baxılmalıdır ki, həmin tarixi binanın fasadına zərər dəyməsin. Orada şriftindən tutmuş rəng çalarlarına qədər bina ilə ahəngdarlıq təşkil etsin deyə bütün bu məsələlərə xüsusi diqqət yetirilib və təsəvvür edin, sahibkarlarla bir-bir danışılıb və bir küçədə nə qədər obyekt varsa o qədər də sahibkar var və Gəncə, Şəki şəhərində bu işlər artıq yekunlaşıb. Hazırda Yevlaxda, Ağdaşda bu işlər davam etdirilir. Bir danışılıb deyəndə, yəni hamısı cərimələnib, yoxsa sadəcə... Yox, biz ümumiyyətlə cərimələməyin əleyhinəyik. Biz sahibkarlarla görüşlərdə də bunu dəfələrlə vurğulamışıq. Biz daha çox çalışırıq maarifləndirək ki, növbəti dəfə bu hallarla nə sahibkarlar, nə də biz qarşılaşmayaq. Bu reklamların vizualı biraz həm də zövq məsələsidir. Məsələn, onu necə tənzimləmək olar ki, bu tarixi binada reklam yerləşdirəndə məsələn bu şriftdən istifadə edin, bu rəngə diqqət edin. Onu necə eləmək olur? Təbii ki, zövq məsələsi var burada. Burada kreativlik məsələsi də var. Amma ki, tutalım bir tarixi binanın üzərinə 10 kvadrat, 15 kvadrat reklam qurğusu yerləşdirmək artıq zövqdən kənar bir şeydir. Həm də ki, zövqdən kənar bir şey olmaqdan başqa, həm də binanın fasadına zərər vurur. Bu hallara xüsusi diqqət yetirilir onunla bağlı. Ən çox belə açıq hava reklamlarının yerləşdiyi bölgələr hansıları olur? Məsələn, harda bu məsələlər daha aktualdır? Nəyi nəzərdə tutursunuz? Məsələn, bax deyirsiniz ki, sahibkar obyektlərin sayı ola bilər harda daha çoxdur, bilmək istəyirəm əslində. Ona görə maraqlıdır ki, açıq hava reklamının ən çox hansı bölgə, Bakıdan başqa hansı bölgələrdə maraqlıdır? Bakıdan sonra Sumqayıt şəhərində də daha çox açıq məkanda reklamlar. Ümumiyyətlə isə 300 mindən artıq obyekt var və bunların hərəsinin üzərində bir də görsən bir yox, bir neçə açıq məkan reklamı vurulmuş olur. Aydındır. Siz bir qurum olaraq ümumiyyətlə bu sahə ilə bağlı gələcəkdə nə planlarınız var? Nə etməyi düşünürsünüz ki, sahibkarların işi daha da rahat olsun? Əslində Dövlət Reklam Agentliyində strateji plan hazırlanıb yaxın 3 il üçün. İlk növbədə biz dizayn kodlarının tətbiqi ilə məşğuluq. Yəni bu vizual çirkliliyi tamamilə aradan qaldırmaqdır niyyətimiz. Bu nəzərə alsaq ki, Azərbaycana gələn turistlərin sayında da artım var. Şəhərimiz gözəlləşir və burada açıq məkan reklamları da təbii ki, bu standartlara cavab verməlidir. Çalışır ki, vahid üfüqi xətt boyunca binalarda reklamlar yerləşdirilsin. Daha çox tutalım kafelərdə, restoranlarda yemək şəkilləri vururdular, ayaq dırnaq şəkilləri vururdular, gözəllik salonlarında. Yəni bunların qarşısını almağa çalışırıq ki, bu vizual çirklilik aradan qalxsın və artıq bununla bağlı xeyli işlər görülüb və bu işlər təbii ki, davam etdirilir. Bundan başqa rəqəmsallaşma əsas niyyətimizdir. Biz bu yaxında Dövlət Reklam Agentliyi tərəfindən ictimai nəzarət platformasını vətəndaşların ixtiyarına vermişik. Yəni istənilən vətəndaş küçə ilə gedəndə hər hansı bir reklamda qanun pozuntusu gördükdə bununla bağlı ictimai nəzarət formasına həmin reklamının şəklini çəkib yerləşdirməklə, ünvanı göstərməklə biz tərəfdən dərhal reaksiya verilir və həmin çatışmazlıqlar aradan qaldırılır. Və Dövlət Reklam Agentliyinin açıq məkanda reklama ictimai nəzarət platforması hazırda asan müraciət platformasına da qoşulub. Yəni asan müraciət vasitəsilə də vətəndaşlarımız bu məsələlərlə bağlı müraciət edə bilirlər və həmin müraciətlərə dərhal baxılır, rəsmiləşdirilir və lazımi tədbirlər görülür. Bundan başqa inteqrasiya məsələləri var. Biz istəyirik ki, onlayn icazələr sisteminə digər qurumlarla inteqrasiya olunsun. Sahibkarlar daha çox sənəd işləri ilə uğraşmasınlar. Yəni qeydiyyatdan keçdikdə artıq onların vöyünü də orada avtomatik görünsün, şəxsiyyət vəsiqələri də avtomatik görünsün. Bunun yəni əlavə vaxt itkisinin də bununla qarşısını almış olacağıq. Təbii ki, beynəlxalq təcrübə də burada öz sözünü deyir. Bizim mütəxəssislərimiz vaxtaşırı xarici ölkələrə səfərlər edirlər və son dövrlər daha çox səfərlər olub Çinə
bilirsiniz ki, orada açıq məkan reklamlarında çox innovativ irəliləyişlər əldə olunub və biz çalışırıq ki, həmin müasir yeni tələblərə cavab verən reklam qurğularını da təşviq edək ki, ölkəmizdə həmin reklam 3D formatlı reklam qurğuları da Siz özünüz olsun. Gedib baxmısınız da, siz özünüz də iştirak edirsiniz. Deməlidir ki, nə sizi ən çox təəccübləndirib? Mən baxmam, mən özüm getməmişəm, amma məlumatlıyam. Nə danışırlar? Məsəl üçün siz yəqin ki, sosial şəbəkələrdə də görmüsünüz də 3D reklamlarını tutalım, monitordan sanki hər hansı bir binanın üstündən heyvan atlayır, çıxır və bunun prototipini əslində biz 28 may metro stansiyasının yanında planlaşdırmışdıq və orada artıq bir böyük reklam qurğusu yerləşdirilib. Bundan başqa 28 mall ticarət mərkəzinin üzərində də artıq monitor tipli reklamlardan istifadə olunur və gələcəkdə ümumiyyətlə billboard tipli reklam qurğuları sıradan çıxmış olacaq. Daha çox sahibkarlara da biz tövsiyə edirik ki, monitor tipli reklam qurğularından istifadə etsinlər. Bu əslində onların da işini asanlaşdırır. Yəni bunun üçün əlavə işçi ehtiyac yoxdur ki, bu banner çapa getsin, çapdan çıxsın, onu gəlsinlər, dəyişsinlər hər dəfə. Bunu sadəcə bir düymə ilə, kompüter vasitəsilə də həmin monitorlarda gedən reklamları dəyişmək olur. Və bu monitor tipli reklam qurğularında da təbii ki, kiber təhlükəsizlik də böyük önəm daşıyır və bununla bağlı tərəfimizdən mütəmadi işlər gedir ki, təbii ki, buna da nəzarət etmək lazımdır ki, hər hansı bir xarici ölkədən tutalım, hardansa həmin monitorlara müdaxilə olunub, nəsə başqa bir xoşa gəlməz şeylər yayımlanmasın. Amma olub belə bir nümunə Yox, bizdə? hələ ki yoxdur, çünki bunun qarşısını ciddi nəzarət ala bilmişik. Təbii ki, nəzarət var, amma bunun daha da təkmilləşdirilməsi üzərində işlər gedir. Bunun üçün yəqin ayrıca xüsusi mütəxəssislərə ehtiyac var da. İndi mən düşünürəm ki, o sahədə bizdə kadr varmı? Var, təbii ki, var. Bizdə IT sahəsində ixtisaslaşmış kifayət qədər güclü kadrlarımız var. Təşəkkür edirik sizə də, onlara da. Çox sağ olun gəldiyinizə görə. Mən sizə təşəkkür Danışmadığımız edirəm. nəsə qaldı, vacib hesab etdiyiniz? Yox, əsas odur ki, mən bir daha müraciət edeyim sahibkarlara ki, sizdən dönə-dönə xahiş edirik. Bir Azərbaycan vətəndaşı kimi obyektlərinizə ad seçərkən mütləq şəkildə Azərbaycan dilində ad seçin və reklamı yerləşdirməzdən əvvəl mütləq şəkildə icazə alın ki, sonradan yəni problemlərlə qarşılaşmayasınız. Biz sizi cərimə etmək niyyətimizdə yoxdur, amma biləsiniz ki, bu cərimələrin miqdarı da 300 manatdan 10.000 manatadəkdir. Təşəkkür edirik paylaşdığınıza görə. Bugünkü həmsöhbətim Azərbaycan Dövlət Reklam Agentliyinin mətbuat katibi Hüseyn Azəri idi. Biz onunla birlikdə açıq məkan reklamları haqqında danışdıq.